Bismillahirrahmanirrahim. Və sallallahu ala Muhammedin və alihi tayyibin ət-tahirin. Xoş gördük sizləri əqaid dərsində. Bugünkü söhbətimiz Allahın sifətləri barəsində olacaq. Allahın özünü tanımaq nə qədər asan olduğu kimi, onun sifətlərini tanımaq bir o qədər də asan deyil. Bu mənada ki, Allahı tanımaq üçün çoxlu yollar var. Ulduzların sayı qədər, hər bir ağac yarpaqlarının sayı qədər, bitkilərin, canlıların, cansızların və hər bir atom zərrəsinin sayı qədər Allahı tanımaq üçün nişanələr var, əlamətlər var. Məşhur bir sözdə deyir, ət-turuqu iləllah bi ədədi ənfasil xəlaiq. İnsanı Allaha aparan yollar, nişanələr, insanların sayı qədəridir. Ənfas bi ədədi nüfusil xəlaiq. Amma bəziləri bunu bi ədədi ənfasil xəlaiq deyiblər. Yəni, Allaha doğru gedən yollar insanların nəfəslərinin sayı qədərdir. Nəinki insanların özlərinin sayı qədər. Demək, beləliklə, Quran-ı Kərimdə də bu baxımdan ki, Allahın var olması aydın məsələdir. İnsan fitrəti onu təsdiqləyir. Təbiət aləmində çoxsaylı nişanələr, ayələr Allahın var olmasına dəlalət edir. Odur ki, Allahın varlığı barəsində də Quran söz açmır. Allah var ya yox, varlığına sübut gətirsin. Xeyr, Quranda olan ayələr də Allahın tövhidi barəsindədir, Allahın sifətləri barəsindədir. Allahın sifətləri məsələsi bir qədər çətindir. Bu mənada ki, bəşər Allahı müqayisə edir öz sifətləri ilə, öz gördükləri ilə. Və bu müqayisədədir və bu bənzətmədədir ki, ortaya problem yaranır. Bu mənada ki, axı, leysə kəmiflihi şey, onun bənzəri yoxdur. Onu nəyinəsə müqayisə etmək olmaz. Deyəndə ki, Allah mehribandır, onun mehribanlığı elə bizim insanların bir-birinə mehribanlığı kimi deyil. Deyəndə ki, Allah görəndir, onun görməyi bizim görməyimiz kimi deyil. Deyəndə ki, Allah səmi'un, eşidəndir, bütün bunlar Allahın kəmal sifətləridir. Amma bu sifətləri biz özümüzlə müqayisə edirik. Yəni, sanki eşitmək üçün bir qulaq lazımdır, ora, məsələn, müəyyən ultra səslər, dalğalar və bu vasitə ilə eşitmə prosesi baş verir. Allah Taala'da belə deyil. Allahın elmi, Allahın agahlığı, Allahın görən olması, eşidən olması və digər bütün sifətləri var. Amma bu sifətlər insan sifətlərinə bənzəmir. Bu deyil ki, Allah məsələn narahatdır, qəzəblidir, mehribandır, sevinir. Necə ki, hədislərimizdə var, Allah sevinir, qəzəblənir. Yəni, sevinəndə bizim kimi üzümüz təbəssüm eləsin, bir emosional hal keçirsin və Allah da haldan hala düşsün, qəzəblənəndə də həmçinin xeyr, əsla və əbəda belə deyil. Ona görə Allahın sifətləri məsələsində, əziz dostlar, bacılar, qardaşlar, diqqət etmək lazımdır ki, bu sərhəddi qoruyaq. Allah məhdud deyil, sonsuzdur. Allah xalis varlıqdır. Həddi hüdudsuz varlıqdır. Biz Allahı sifətləndirərkən onu müqayisə etməli deyilik. Təşbih çuxuruna düşməli deyilik. Bənzətmə, müqayisə, bənzətmə. Bütün kəmal dərəcələrini ən ali dərəcədə özündə ehtiva edən bir varlıqdır. Sual olunsa ki, nəyə görə insanın ağlı Allahın zatına və sifətlərinə həm də yetişə bilmir?
Elə bu dediyim izahdan sualın cavabı da bəllidir. Bu mənada ki, Allah bir varlıqdır ki, hər cəhətdən sonsuzdur. Elmi sonsuz elm, qüdrəti sonsuz qüdrət və bütün bu xüsusiyyətlər naməhdud olaraq, sonsuz olaraq Allahın necə zatı belədir, zatı belə olduğu kimi Allahın sifətləri də belədir. Allahın sifətləri də əhatəlidir. Necə ki, zatı əhatəlidir. Əlbəttə demişdik, sifətləri də zatına qayıdır, amma sifətləri də əhatəlidir. Elmi əhatəlidir, agahlığı əhatəlidir, qüdrəti əhatəlidir, rəhməti əhatəlidir, əhatəlidir. Və biz insanlar və bizim ağlımız məhduddur. Əhatəli deyil, əhatəsizdir. Yəni, əhatə dairəsi məhduddur. Bəllidir ki, məhdud bir varlıq, naməhdud və sonsuz bir varlığı necə dərk eləyə bilər olduğu kimi? Necə özündə yerləşdirə bilər? Necə özündə ehtiva eləyə bilər? Bu qeyri-mümkündür. Qeyri-mümkündür və məhz bu cəhətdəndir ki, biz Allahın zatını dərk edə bilmədiyimiz kimi, sifətlərini də tam mənada və olduğu kimi və dərinliyin dərk eləyə bilmirik, ya müqayisə dediyim kimi quyusuna düşürük, təşbih və bənzətmə quyusuna düşürük və heç o tam dərinliyin əslində bizdən istəməyiblər də və heç məsləhət də deyil. Yəni, biz o səmtə getməli də deyilik. Amma Allahın sifətlərinə gəlincə, bizə Allahın sifətləri barəsində düşünmək olar, öz həddimizdə dərk etmək olar, həddimizdə təbii ki, öz tutumumuzda. Dedik ki, o naməhduddur, tamamilə biz onu tamamilə dərk eləyə bilmərik. Amma İmam Həsən buyurmuş, ma la yudrəkü kulluh, la yudrəkü kulluh. Əgər bir şeyi tamamilə dərk edə bilmirsənsə, onu tamamilə tərk də eləmə. Tamamilə tərk də eləmə. Allahın zatına bizim çıxışımız yoxdur. Amma sifətləri bizim tərəfimizdən mənalıdır, başa düşüləndir, hiss ediləndir. Odur ki, Allahın sifətləri barəsində alimlər əqaid elmində, kəlam kitablarında bəhs ediblər. Bir bölgüyə görə Allahın sifətləri iki yerə bölünür. Bu, bir baxış bucağından olan bölgüdür. Sübuti sifətlər, bir də səlbi sifətlər. Sübutiyyə və səlbiyyə sifətləri. Nə deməkdir bu? Sübuti adından bəllidir. Yəni, Allah üçün sabit olan, sübut olan sifətlər. Səlbi isə inkar etməkdir. Yəni, Allahda olmayan sifətlər. Məsələn, sübuti sifətlər deyək ki, Allah alimdir, qadirdir, həyyidir, diridir, muriddir, mudrikdir, bəsirdir, səmi'dir, mütəkəllimdir, sadiqdir. Bu, Allahın sübuti sifətləridir. Amma səlbi sifətləri yəni Allahda olmayan xüsusiyyətlər. Məsələn, leysə bir cismin, o cisim deyil, o mürəkkəb deyil, yəni tərkib tapmayıb. Əsl həqiqətdə səlbi sifətlər heç sifət deyil. Sifət ona deyərlər ki, o Allahda olsun. Məsələn, hayyidir, Allah diridir. Yəni, dirilik sifəti var onda. Alimdir, yəni onda elm sifəti var. Bəli, bunlar sifətdir. Bunlar bir gerçəklikdir, sübutidir və Allah barəsində də məna verir. Amma biz deyəndə ki, məsələn, səlbi sifətlər sırasında deyək ki, Allah mürəkkəb deyil. Məsələn, şəriyi yoxdur, şəriksizdir. Cisim deyil, gözlə görünən deyil. Bu xüsusiyyətlər ki var, axı bu deyil deyirik biz orada. Deyirik ki,
mürəkkəb deyil. Yəni mürəkkəb olmamaq özü bir sifətdir sanki. Yəni belə götürüblər. Mürəkkəb olmamaq sifəti, cisim olmamaq sifəti, ondan sonra şərii olmamaq sifəti, gözə görünməmək sifəti. Dediyim kimi, əsl həqiqətdə bunlar heç sifət deyil. Yəni o sifətlər ki, Allahdan səlb edilir, inkar edilir. Allahda olmayan sifətlər. Bu bir baxış bucağından olan sifətlərin bölgüsüdür. Yəni səlbi və sübuti. Sübuti sifətlərə cəmaliyyə sifətləri də deyilir. Səlbi sifətlərə cəlaliyyə sifətləri də deyilir. Amma bir də var zati sifətlər və fiili sifətlər. Bunlar nədir? Ümumiyyətlə, sübuti sifətin bunlar qismidir. Bunu mən deyim. Sübuti sifət ki var, bu sifat-ı sübutiyyə iki yerə bölünür. Zati sifətlər və bir də fiili sifətlər. Zatda olan və fiildə olan. Baxın, bəzi sifətlər var ki, o sifətləri Allahdan, diqqət eləyin, o sifətləri Allahdan almaq olmaz. Baxın, bəzi sifətlər Allahdan alınmazdı. O cəhətdən deyirlər zatidir. Zatındadır o. Başqa varlıqlar ola, olmaya, o sifətlər Allahın zatında var. Məsələn, nə kimi? Məsələn, qüdrət, həyat, diri olmaq, elm və bunların xüsusiyyətləri var. Əsas bu üç xüsusiyyət, yəni üç sifət. Elm, qüdrət və həyat. Buna diqqət edin. Elm, qüdrət və həyat. Bəzi zikirlər var, deyirlər o mərkəzi zikirlərdir. Yəni digər zikirlərin rüknüdür. Ya hayyu ya qayyum. Alimlər deyirlər ki, başqa zikirlər də var. Amma bu zikir o biri zikirlərin rüknüdür, sütunudur. Başqa zikirlər onun üzərində qurulub. Məhz bu cəhətdəndir. Yəni bir cəhəti budur. Baxın, Allahın digər zati sifətləri də var. Deyək ki, görəndir, səmi'un, bəsirun, eşidəndir, görəndir, qədim, əzəli, əbədi, mudrik, həkim, qəni, zəngin, hikmət sahibi, kərim, əziz, səxavətli, rəhim. Əlbəttə, rəhim barəsində gərək biz danışaq. İndi Allahın o rəhmət və rəfəti ayrı bir bəhsdir. Onlar dəqiq, biraz geniş bəhslərdir, biraz da bizim dərsimizin məhdudəsindən xaricidir. Baxın, bu sadaladığım sifətlər ki var, bu sifətlər də o üç sifətə qayıdır. Elm, qüdrət, həyat. Yəni, əgər elm olsa, qüdrət olsa, həyat olsa, bu həkimdir, qənidir, kərimdir, əzizdir. Bunlar o üç sifətdən baş qaldıracaq və bunlar artıq bir növ o rükni və əsli sifətləridir. Bu sifətlər, diqqət edin, bu sifətlər Allahdan alınmazdı. Ona görə deyirlər zati. Yaxşı, bəs məgər Allahdan alınan sifətlər də var ki, o sifətlər Allahdan alınır? Cavab budur ki, bəli. Necə yəni? Cavab budur ki, baxın, bəzi Allahın sifətləri müqayisəlidir. Necə müqayisəli? Məsələn, Rəzzaq, ruzi verəndir. Ruzi verəndir, madam ki, ruzi yiyən olmasa, ruzi verənliyin mənası yoxdur. Elə bir o var potensial olaraq, məsələn, əlbəttə təbirlər dəqiq təbirlər deyil. Amma hələ, məsələn, heç bir insan yaradılmayıb, heç bir varlıq yaradılmayıb, Allah tək özüdür, məsələn deyirəm. Belə olan surətdə Allaha biz necə Rəzzaq deyə bilərik? Hələ heç kimə ruzi verməyib ki. Demək, ruzi verməyi o mərzuq olmalıdır. Raziq, mərzuq. Ruzi verən və bir də ruzi verilən. Amma dirilik belə deyil. Yəni, bundan qabaq sadaladığım sifətlər Allah diridir. Zatən diridir. Zatən diridir. Dirilik belə deyil ki, məsələn, kimsə olsa onunla müqayisədə Allahın ona elədiyi yaxşılıqdan biz onu çıxarış eləyirik ki, demək bunda bu sifət var. Xeyr,
Bu feili sifətlərə aiddir. Feili sifətlər o sifətlərdir ki, Allahın feilləri o sifətlərə bağlıdır. Diqqət edin. Başqa zati sifətlərdə Allahın nəsə iş görməsinə ehtiyac yoxdur. Allah alimdir. Allahın heç bir feili ona bağlı deyil ki, mütləq o sifət olmalıdır ki, Allah o feili həyata keçirə bilsin. Amma feili sifətlər o sifətlərdir ki, Allahın feilləri ona bağlıdır. Allahın işləri ona bağlıdır. Yəni, madam ki, o iş Allahdan baş verməyib, biz o sifəti Allah barəsində işlətmirik. Madam ki, o işi həyata keçirməyib. Məsələn, fərz eləyək, dedik ki, Allah rəhimdir, mehribandır. Axı, mehribanlıq qarşı tərəf tələb edir. Yəni, qarşı tərəf olsun ki, kiməsə qarşı mehribandır. Ruzi verəndir, kiməsə ruzi verir. Bu xüsusiyyətlər ki var. Məsələn, Allah deyək ki, bu dua var, ha? Əli əleyhissalamın Küfə məscidində oxuduğu dua. Mevlaya ya Mevla duası. Mevlaya ya Mevla. Orada feili sifətləri Həzrət Əmi çox gözəl rəsmə çəkir, vəsfə çəkir. Əntər raziq, ənəl mərzuq. Həl yərhəmul mərzuqa illər raziq. Söz yox, orada bəzi zati sifətlər də var. Amma o müqayisələri çox gözəldir. Əntər rahim, ənəl mərhum. Sən rəhm eləyənsən, mən rəhm olunam. Sən ruzi verənsən, mən ruzilənən. Yəni, feili sifətlər, diqqət edin, o sifətlərdir ki, bəzən Allah Taala o sifətlərlə müttəsif olur, o sifətləri Allaha vermək olar, bəzən də almaq olar. Məsələn, raziq, məsələn, xaliq, yəni yaradan varsa demək, yaradılan var. Öz-özlüyündə deyil, qarşı tərəflə müqayisədir. Əgər indi Allah yaratmasa, fərz eləyək, bir zaman ki, Allah hələ yaratmamışdı. Onda demək, xaliq deyil idi da. Kanəllahu və ləm yaxluq şeyən thümmə xələqə ki, hədisdə var. Bir zaman var idi ki, əlbəttə bunun izahı var. Fəlsəfədə deyirlər ki, heç vaxt olmayıb ki, əlbəttə bütün fəlsəfə məktəblərdə yox, bəzi məktəblərdə ki, heç vaxt olmayıb ki, Allah olsun və nəsə yaratmasın. Çünki yaratmaq onun kərəminin tələbidir və əgər yaratmağa qüdrəti varsa və bu feyzi verə bilərsə və Allah da daimul feyyazdır, ya daiməl fəzlə aləl bəriyyə, niyə yaratmasın ki, niyə feyz verməsin ki, nə paxıllıqdır ki? Bu ki, Allah başqalarından üstündür, bir zaman var idi, Allah yox, o zaman etibarilə deyil, rütbə etibarilədir, o fəlsəfədə bir kəlam mütəkəllimlərlə filosoflar arasında ciddi bəhslərdən biridir və kəlam alimləri deyirlər ki, yox, Allah bir zamandan sonra yaratdı. Nəinki Allahdan başqaları qədim deyil, yalnız qədim Allahdır və digərləri qədim deyil. Və bu sözləri deyirlər, əradallahu şeyən və ləm yurid şeyən axər, şaə və ləm yəşa, kanəllah və ləm yaxluq şeyən thümmə xələqə. Yəni, bir zaman var idi ki, Allah var idi və başqaları yox idi və Allah bir şeyi iradə elədi və bir şey də iradə eləmədi. Ola bilər nəyisə iradə eləsin və ola bilər iradə eləməsin. Diqqət edin. Nəyisə Allah yaradır, iradə edir, nəyisə eləmir. Yəni, o iradəsi ilə müqayisədə o sifəti Allaha vermək olar, yaradandır, bunu yaradandır. Amma əgər iradə etməsə, yaratmasa, biz o sifəti Allahdan alırıq və vermirik. Bu mənada ki, bəli, qüdrəti var, qüvvəti var, amma məsələn, yaratmayıb, fərz edək. Ən azı fərz olaraq. Bu kimi xüsusiyyətlərə deyirlər feilli sifətlər. Bəziləri təkəllümü də feilli sifət hesablayıblar. Kəlam, Allahın danışması. Çünki danışıq başqası ilə müqayisədədir. Adam öz başına danışmır ki, kimlənsə danışır. Məsələn, deyək ki, Allah təkəlləmə mə'a Musa və ləm yətəkəlləm mə'a Fir'un. Allah Musa ilə danışdı, amma Fir'unla danışmadı.
Yəcib mən əta'əhu və ləm yəcib mən əsah. Həzrəti Musa ilə söhbət elədi. Allah Teala hər kəs ki ona itaət edir, onu sevir. Amma hər kəs ki günah edir, Allah onu sevmir. Ona məhəbbətin vacib eləməyib. Diqqət elədiniz. İndi baxın, bunu demək istəyirəm. Sevgi birinə aid olur, birinə aid olmur. Qəzəb birinə aid olur, birinə aid olmur. Təkəllüm, danışmaq birinə Həzrəti Musaya aid olur, başqa şəxslərə aid olmur. Bu kimi sifətlər feili sifətlərdir. Zati sifət bu deyil ki, kiməsə aid olsun, kiməsə deyil. Həyat zati sifətdir, elm zati sifətdir, qüdrət zati sifətdir. Ondan sonra o biri sadaladığım səmiun, bəsirun və digər xüsusiyyətlər ki var dedik, bu üç sifətə qayıdır. Onlar da zati sifətdir və onlar da müqayisəli deyil və Allahın zatında var o sifətlər. Amma Allahın zati sifətlərinə gəlincə, bu bir ümumi izah. Əgər bura qədər nəsə bir qaranlıq məsələ qaldısa, əqaid dərsinin xüsusiyyəti budur. Bəzi yerlərində, xüsusilə təvhidlə əlaqəli olan bəhslərdə müəyyən çətinliklər var, biraz diqqət tələb eləyir, biraz daha dərin düşüncə tələb eləyir. Amma bəzi yerləri daha rahatdır, daha asandır, daha şirin başa düşüləndir. O da daha çox elə təvhid bəhsində olur, o biraz diqqət tələb edir. Bu baxımdan ki, Allah bənzərsizdir deyə ona görə. Amma cəbr və ixtiyar bəhsində də müəyyən çətinliklər var. Amma başqa bəhslər deyək ki, məsələn, Qurandır, nübüvvətdir, yaxud məaddır. Onlar daha başa düşüləndir. Məsələn, Allahın bir sübuti sifətləri var, bir də səlbi sifətləri var. Sübuti, səlbi. Sübuti o sifətlərdir ki, Allah barəsində o sifətlər sabitdir. Yəni, Allahda o sifətlər var. Səlbi isə Allahda olmayan sifətlər. Sübuti deyək, məsələn, Allahın elmi var, qüdrəti var. Bunlar Allahın sübuti sifətləridir. Mütəkəllimdir, danışandır, müriddir, görəndir, eşidəndir. Bunlar Allahın sübuti sifətləri. Bəzi sifətlər isə Allahda yoxdur. Məsələn, Allah cisim deyil, Allah mürəkkəb deyil, Allah gözlə görünən deyil. Bunlar da səlbi sifətləridir. İndi səlbini qoyduq kənara, dedik ki, səlbi əslində heç sifət deyil. Amma məcazi mənada deyirik səlbi sifətlər. Yəni, Allahda olmayan xüsusiyyətlər. Gəlirik indi sübuti sifətin üzərində. Deyirik ki, sübuti sifətlər də özü bölünür neçə yerə? Sübuti sifətlər, sifat-ı sübutiyyə bölünür iki yerə. Bir zati, bir də feili. Bu zati feili sübutinin qismləridir. Zati feili bu sübutinin qismləridir. Nəinki zati ilə sübutini biz qarışdıraq. Bəli, sübuti də zati sifətlər də sübuti sifətlərin bir növüdür. Amma sübuti sifətlərin başqa növləri də var. Mən düşünürəm ki, izah eləyib fikrimi tamamlaya bildim. Salam, aleykəssalam. Allahın rububiyyəti haqqında məlumat verəcəksiniz. İnşallah ki, bəli, bütün dərslərdə tədricən gələcək bu bəhslərimiz. Rəbb sifəti də gələcək. Bəlkə də vermişsiniz, mən təzə qoşulmuşam. Yox, verməmişik. Rububiyyət barəsində elə xüsusi olaraq danışmamışıq. Qəffardır. Qəffar bağışlayan. Qəffar da feilidir ya zati, siz deyin. Yəni, dediyim izaha görə siz cavab verin. Allahın qəffariyyət sifəti, məğfirəti zatidir ya feilidir? Feilidir, əhsəntum, afərin, tamamilə doğrudur. Çünki o da, bağışlamaq da Allahdan almaq olur onu. Bu mənada ki, Allahdan almaq olur. Yəni, fərz eləyək, məsələn, əgər heç kəs günah etməsə, ya ümumiyyətlə heç kəs olmasa, orada da bağışlamaq məna vermir də. Bağışlamaq üçün də insan olur, insan günah eləyir, Allah xətasından keçir, bağışlayır, feili sifət mənasında verir.
Bəhsimizi davam etdiririk. Baxın, Allahın sifətləri arasında dedik ki, elm sifəti sübuti sifətlərin o başlıcalarındandır. Allahın elmi. Bu mənada ki, Allahın elmi əzəli əhatə edir. Əzəli əhatə edir, əbədi əhatə edir və milyon bundan öncəki illərə Allahın elmi əhatəsi var və gələcəyə belə Allahın elmi əhatəsi var. Bütün varlıqların və varlıqların sirlərini, incəliklərini sayına qədər, incəliyinə qədər, təfərrüatına qədər Allahın elmindədir. İnsanın yaxşı və pis əməlləri və hətta insanın niyyətləri ya'ləmu ma xainətəl a'yun və ma tuxfis sudur. Qurandakı ayə var. Allah xain gözlərdən, xain göz deyir, göz xəyanət eləyir. Allah xain gözlərdən xəbərdardır. İnsanların niyyətləri, qəlbindən keçirdikləri, zehnindən keçirdikləri, insanların məqsədləri, insanların ürək sirləri, qəlbindəki gizli sirlərinin hamısından Allah agahdır. Allahın elmi onun zatı ilə eyniyyət təşkil edir. Eyni zatıdır. Və Allahın elmi zatından ayrılmazdır. Bu diqqət tələb edir. Ötən dərslərimizdə biz bu barədə danışdıq ki, Allahın sifətləri onun zatına qayıdır. Dedik, Allahın sifətləri zatına qayıdır. O sifətlərdən də biri həmin elm sifətidir. Allahın elmi zatından başqa bir şey deyil. Baxın, biz məsələn deyəndə ki, filan kəs alimdir. Misal üçün deyirəm ki, məsələn, Əli alimdir. Orada deyirlər ki, bir Əli var, yəni bir insandır, obyektdir. Bir dənə də elm var, elm deyilən bir şey var. Elmi biz Əliyə aid edirik, ona əlavə edirik və beləliklə o elm də ona əlavə olundu, oldu o alim. Oldu o həmin, məsələn, Əli alim, alim Əli. Allah barəsində bu belə deyil. Yəni, ehtiyac yoxdur ki, bir zat olsun, bir də sifət olsun və o sifəti zata əlavə eləyəsən. Xeyr, hər nə varsa Allahın zatıdır və onun sifətləri də zatından baş qaldırır. Və onun sifətləri, indi biz elm barəsində danışırıq, Allahın elmi zatı ilə eyniyyət təşkil edir. Belə deyir, bir zatı olsun, bir də elmi olsun zatından əlavə. Xeyr, elə elmi var. وَعْلَمُوا أَنَّ اللّٰهَ بِكُلِّ شَيْءٍ عَلِيمٍ. Quran buyurur, وَعْلَمُوا, bilin. Allah bilir, siz də bilin. Həqiqətən, ənnəllâhə, həqiqətən Allah bikulli şeyin alim. Hər şeydən agahdır. Agahdır. Başqa bir ayədə buyurur, və indəhu məfatihul qeyb. Xufeylə namazında oxuyurlar bu ayəni. Və indəhu məfatihul qeyb. Allahın yanındadır qeybin açarları. La ya'ləmuha illahu. Onu heç kəs bilməz, illa Allahın özü. Və ya'ləmu ma fil bərri vəl bəhr. Quruda nə varsa ondan xəbərdardır. Dənizdə nə varsa ondan xəbərdardır. Və ma təsqutu min vərəqətin illa ya'ləmuha. Və ağaçdan bir yarpaq düşməz, illa ki Allahın ondan xəbəri var. Elə bir ağaçdan bir yarpaq düşmək, bu təbiətdə baş verən milyonlarla proseslərdən bir dənə balacasıdır da, bir dənə yarpaq düşdü. Ondan xəbəri var. İndi onun izni ilə də o başqa məsələdir. Biz ondan danışmırıq. Biz ondan xəbərdar olmasından danışırıq. Allahın alim olmasından danışırıq. Və la habbətin fi zulumatil ərdi.
Və la lətbin və la yabisin illa fi kitabin mubin. Həbbə, yəni bir zərrə, bir dənə. Özü də o yerin lap dərinliklərində, yerin o dərin qatlarında, zulumatil ərz, yəni yerin qaranlıqlarında, yerin dibində yəni. Yerin üzü ki qaranlıq deyil, yerin dibi qaranlıqdır. Yerin dibində qaranlıqlarda bir zərrə, bir dənə ola bilməz ki, Allahın ondan xəbəri olmasın. Yaxud bir quruda, yaxud yaşda, illa fi kitab-ı mübin, illa ki Allahın o kitab-ı mübində deyirlər, kitab-ı mübin Allahın elmidir. Aşikar kitabı, yəni Allahın elmi. Orada səbt olmasın, orada qeyd olmasın, bu mümkün deyil. Başqa bir ayədə buyurur, və huvallahu fis-səmavati və fil-ardı ya'lamu sirrakum və cəhrakum və ya'lamu ma təksibun. Allah səmalarda və yerdə olan hər nəyi bilir. Sirrinizi bilir. Ya'lamu sirrakum, sir. Bəziləri bəhs ediblər ki, bu sir nədir? Deyirlər, insanın bir cismi var, bir də ruhu var. Bunlar mötərizə arası sözlərdir da. Cisim xarici görünüşdür, ruh isə onun batinidir. Bir də o batinin də batini var. Yəni ruhun özünün də bir ruhu var. Ruhun özünün də bir dərinliyi var. Ki ruh onun zahiridir. Deyirlər o dərinliyə deyirlər sir. Sir. Allahın ondan xəbəri var. Qəlbinin dərinliyindən nə gizlətmisən? Və dualarda var ki, Əhl-i Beyt barəsində. Əssalamu aleykum həfəzətə sirrillah. Salam olsun Allahın sirlərini qoruyanlara. Allahın sirləri, Əhl-i Beyt də Allahın sirlərini qoruyanlar. Allahın sirləri deyirlər insanın o ruhunun o batinidir, dərinliyidir. Və o da Əhl-i Beytin əlindədir. Biiznillah da təbii ki, Allahın izni ilə. İndi o bir ayrı bəhsdir. Hələ Allahın özü barəsində danışırıq. İmam Hüseynin əlindədir. Bəli, insan günah eləyir, mömin günah eləyir. Hətta ruhu da aludə olur. Amma sirri yox. Ruhu aludə olur. Yəni batini aludə olur. Xarab olur. Amma o lap batininin batininə şeytan nüfuz eləyə bilmir. Şeytan ruha nüfuz edir. Nəfsə nüfuz edir. Batinə nüfuz edir. Amma sirrə yox. Odur ki, görürsən ki, o kök qalıb, nə vaxtsa o cücərir, nə vaxtsa göyərir, nə vaxtsa gül açır. Görürsən bir Qədir gecəsi, bir Ramazan ayı ab-ı havası səbəb olur ki, tövbə eləsin. Tövbəsiz. Yəni, bais olsun. Odur ki, deyiblər, mömin əgər günah eləyəndə bir adam ki, doğrudan imanı var, möminin özündən uzaqlaşmayın, əməlindən uzaqlaşın. Deməsən pis adamsan, denən gördüyün iş pisdir. Özü pis deyil, zatı paçdır. Amma gördüyü iş pisdir da. Gördüyü iş pisdir. Bu cəhətdəndir ki, zatı paçdır, günah eləyən kimi peşman olur. Dərhal peşman olur. Qəzəblənir, əsəbləşir evdə, uşağa, ailəyə, dərhal peşman olur. Başqa günah eləyir, gözü ilə, dili ilə, nə bilim, əli ilə peşman olur. O peşmansılıq imanın göstəricisidir ki, qəlbində və sirrində iman var. Əlbəttə, deyirlər, insan günah elədiyi halda mömin deyil. Mümkün deyil, insan imanlı halda günah eləsin. Bu qeyri-mümkündür. Günah etdiyi, fərz eləyək bir insan günah eləyir, məsələn, 3 dəqiqə, 5 dəqiqə. Həmin o 5 dəqiqə iman nuru ondan alınır. Ondan sonraki peşman olur, iman nuru yenə gəlir. İman ola-ola, iman nuru ilə bircə insan günah eləsin, bu qeyri-mümkündür. Günah etdiyi halda mömin deyil, imanlı deyil. Və odur ki, bizim dualarımızda var ki, Allahdan istəyək ki, günah halında insan dünyasını dəyişməsin. Günah eləyə-eləyə. Ya'lamu sirrakum və cəhrakum. Aşkarınızdan da xəbəri var. Və ya'lamu ma təksibun. Nə qazanırsınız, onu da bilir. Əldə etdikləri üzü, kəsb etdikləri üzü, həyata keçirdikləri üzü bilir. Başqa bir ayədə var. Əla ya'lamu mən xələqə və huvəl-latiful xəbir. Əla ya'lamu ma xələqə deyir.
Bu ayənin də özünə məxsus təbiri var ha. Deyir, bilmir ki, diqqət edin, bilmir mən o kəs ki xələqə yaradıb, özü yaradıb, özün xəbəri yoxdur. Allahın elmi barəsində danışırıq da. Deyir, məgər bilmir ki, əla bu bir yerdə deyir ha. Bəzən əla, yəni agah olun ərəb dilində. Bu əladır. Yəni aya, mumi şəkilsi, sual üçün işlənir. La ya'ləmu, yəni görəsən bilmir, məgər bilmir mən o kəs ki xələqə, xəlq eləyib. Xəlq eləyibsə demək bilir də və huvəl lətiful xəbir, o lətifdir və xəbərdardır. Lətifdə də bir bəhslər var, xəbərlə lətif arasında nə kimi bağlılıq var da desəm biraz uzanar. Başqa bir lətifi mən deyirəm, sensoru çox dəqiqdir də, lətif yəni sensoru çox dəqiqdir. Bənzətmələr ki, əlbəttə, xak bər fərqi mən bər təmsilə mən. Şair deyir, kül olsun mənim başıma və mən gətirdiyim misala. Hər nə misal vursaq, kül olsun bizim misalımıza da belə. Çünki bənzəri yoxdur. Sensor nədir? Bunlar sadəcə təqribi zehn üçündür. Məsələn, və ya'ləmu ma fis-səmavati və ma fil-ərd, yerdə, göydə hər nə var, xəbərdardır. Vəssalamu aleykum və rəhmətullah.